Eşq Karvanı, Eşq Karvanı. Esselamu alel Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Salam olsun şəhidlər sərvəri İmam Hüseynə. Salam olsun İmamın övladlarına. Salam olsun imamı sevənlərə. Əsrlərdir milyonlarla sayı olan İmam Hüseyn eşqi ilə alışıb yanan, eşq karvanına qoşulmaq üçün yalvaran və bu arzu ilə dünyadan köçən hər bir kəsə salam olsun. Salam olsun eşq karvanına qoşulanlara. Bu dəqiqə milyonlarla insan Ərbəin ziyarəti üçün hazırlıqlar edir. Eşq karvanına qoşulmaq üçün tələsir. Allah bizə də nəsib eləsin. Bütün arzusunda olanlara eşq karvanına qoşulmağa nəsib eləsin. Əziz və möhtərəm izləyicilər, Eşq Karvanı adlı proqramımız yenə də davam edir. Yenə də dəyərli insanlar buradadır və Hz. İmam Hüseyn əleyhissalamla bağlı öz sözlərini sizə çatdıracaqlar. Hər kəsin ürəyində sözləri var. Bu elə bir eşqdir ki, nə qədər danışsalar bitməz. Bugün yenə də bu eşq barəsində söhbətlər olacaq. Kərbəla haqqında söhbətlər olacaq. Bizi izləməyə davam edin. Əziz qonaqlarımı sizə təqdim etmək istəyirəm. Yazıcı, psixoloq İlqar Kamil bizim verilişimizdədir. Salamlayıram sizi İlqar müəllim. Xoş gəlmisiniz. Xoş gəldin. Həkim, plastik cərrah Sevinç Təbrizli. Xoş gördük sizi. Salamlayırıq. Əziz ruhanimiz Hacı Ramil Bədəlov yenə də bizimlədir. Sizə salamlayıram Hacı. Xoş gördük. Aleykümselam, xoş gördük. Yazıcı, senarist Pərviz Seyidli. Salamlayıram sizi. Xoş gəlmisiniz. Allah hər birinizdən razı olsun. Mən ilk olaraq dəyərli psixoloqa müraciət etmək istərdim. İlqar bəy, insan öz dəyərlərinə xəyanət edəndə zahirən yaşasa da daxilən parçalanır. Kərbəla bu daxili parçalanmanın qarşısında necə bir şəfa modeli təqdim edir? Bax, belə bir sualımız var ilk olaraq. Təşəkkürlər. Mən də salamlayıram bütün əziz iştirakçıları, qonaqları. Xoş gördük. Aleykümselam. Çox gözəl bir mövzudur, dərin bir mövzudur. Parçalanma mövzusu, şəxsiyyətin parçalanması mövzusu. Sırf psixoloji kontekstdən buna yanaşsaq, məşhur Amerikalı psixoloq Leon Festinger bu haqda çox gözəl kitablar yazılıb. Onun məşhur nəzəriyyəsi var. Kognitiv dissonans nəzəriyyəsi. O nə deməkdir? Kognitiv dissonans. İnsan bir şeyin doğru olduğunu bilir, bir şeyin belə olduğunu bilir və amma bunun əksinə yaşayır nə üçünsə. Məsəl üçün bilir ki, bu işi görmək günahdır, amma müəyyən səbəblərdən dolayı bunun əksinə yaşayır. Bu insanda kognitiv dissonans, yəni düşüncə uyğunsuzluğu, paradoksu yaradır və bu insan daim sanki bir döyüşün içində olur özü ilə
Festinger deyirdi ki, insanlar bu dissonansı, bu uyğunsuzluğu müxtəlif cür həll edirlər. Onlardan biri budur ki, zamanla yavaş-yavaş bəraət qazandırmağa bir şey tapırlar. Məsəl üçün deyirlər ki, çox da belə bir şey deyil. Mən belə eləməklə nə olacaq ki? İndi hamı əyri yoldadır, mənim bir dənə düz olmağımla nə olacaq ki? Nə bilim, məsəl üçün insan bilir siqaret çəkmək ziyandır, hətta siqaretin üstünə də yazırlar bunu. Amma insan çəkir bunu. Bu dissonansı həll etmək üçün, məsələn, araşdırmalar tapır bundan bağlı. Məsəl üçün deyir ki, mənim babam 90 il siqaret çəkdi, heç nə olmadı, gül kimi də yaşadı. Ki, bu dissonansı bir cür həll etməlidir yaşamaq üçün. Festinger deyirdi ki, amma böyük şəxsiyyətlər, böyük insanlar və belə insanlar çox az olur. Onlar belə həll edirlər dissonansı doğruya doğru. Yəni, həqiqəti özlərinə uyğunlaşdırmırlar, özlərini həqiqətə uyğunlaşdırırlar. Yəni, əl çəkirlər. Məsəl üçün, bu yanlışdırsa, deməli, bu yanlışdır. Və salam. Bu, şəxsiyyətin bütünləşməsini gətirir, çıxardır. Ümumiyyətlə, şəxsiyyət bütün olanda güclü olur. Burada yazıcı dostumuz da iştirak edir. Məni həmişə təsirləndirib məşhur Lilian Voyniçin Ovod əsəri. Orada Ovod əsəri sonda, xüsusən sonluq çox möhtəşəmdir. Orada Ovod gətirirlər edam səhnəsidir. Biz inanclılar belə əsərləri oxuyanda həmişə müəyyən o son hadisələr yaşananda nədənsə Kərbəlanı, İmam Hüseyin adam xatırlayır. Orada Ovodu gətirirlər edam səhnəsində, əskərlər tüfənglərini tutublar, öldürsünlər. Əskərlər bilir ki, Ovod haqsız deyil, haqlıdır. Əskərlər bunu bilirlər. Ona görə əlləri əsir. Ovod qışqırır onların üstünədir, möhkəm tutun silahlarınızı, nə əsirsiz? Öldürmək istəyirlər. Və axırda da bu misra ilə bitir ki, xoşbəxt bir kəpənəyəm, yaşasam da, ölsəm də. Bu, şəxsiyyətin gücüdür, şəxsiyyət bütünləşir. Bütün olanda şəxsiyyət güclü olur. Kərbəla hadisələrində biz bunu görürük. Görürük ki, bunlar o kognitiv dissonansı, uyğunsuzluğu həqiqətin xeyrinə tərcih edən şəxsiyyətlərdirlər. Bir dissonans yaşanır. Cəmiyyətdə bir problem var, bir zülm var, bir dəhşət var və bunu nə cürsə həll etmək lazımdır ki, böyük əksəriyyət bunu belə həll ediblər. Əşi, nə eləmək olar, əlimizdən nə gəlir? Bir güllə bahar olmaz, məsəl üçün. Kərbəla hadisəsi məni bu tərəfi ilə diqqətimi çəkir ki, bir güllə də bahar olar və mən bunu etməliyəm. Sırf bütünləşmə yolunda böyük bir örnəkdir. Mən həmişə çıxışlarımda buna toxunuram ki, indi kimsə ona bənzəyər, onun kimi olar, o yolu getmək istəyər, getməsi başqa məsələdir. Bu yol qalmalıdır, bu yol olmalıdır ki, getmək istəyənlər üçün bir örnək olmalıdır. Bu var, gedənlər bu yolu olublar. Dissonansı həqiqətin xeyrinə həll eləyən, özdə o müstəvidə canı bahasına olan həll, həqiqətin xeyrinə insanlar olublar və durublar, müstəqil şəxsiyyətlər olublar və müstəqilliyin bu forması. İndi daha çox insanlar bu tərəfə həll eləyir, təəssüflər olsun. Deyirlər ki, mənim əlimdən nə gəlir, hamı belə eləyir. Doğruya söykənmirlər, həqiqətə söykənmirlər. Kərbəla hadisəsində o şəxsiyyətlər, başda İmam Hüseyin olmaqla, onlar bu formada həll etdilər ki, həqiqətin xeyrinə seçim etdilər və dedilər, biz bunu etməliyik. Bu tərəfi ilə bütünləşdilər və bütün şəxsiyyətlər güclü olur və güclü şəxslərin şəhadəti, onların əziyyəti, onların müsibəti doğrudan da insanın qəlbin ağrıdır. Yəni, mən belə deyərdim. Sevinç xanım, sualım sizədir. Bir həkim kimi sizə görə Kərbəlanın ən ağır diaqnozu nə idi? Məsələn, orada susuzluq var idi də bildiyiniz kimi və yaxud zülm var idi. Çox böyük zülmlər olmuşdu orada və eyni zamanda da vicdansızlıq görürük biz Kərbəlaya baxanda. Bəzi insanlar var oradakı o körpələrin susuz olmasına, insanların susuz olmasına acıyır, ağlayır. Bəziləri zülm tərəfində qalırlar, bəziləri orada insanların vəhşi kimi davranması və yaxud vicdansızcasına davranması, hətta Həzrət Hüseynin, İmam Hüseynin də sözündə var da, dininiz yoxdursa, heç olmasa bari kişiliyiniz olsun. Bax, belə bir İmam Hüseyndən sözdə gəlib. Demək olar ki, vicdanınız olsun da İmam Hüseyin demək istəyərdi də onlara da. Bax, orada böyük bir vicdansızlıq da var idi. Siz hansı, belə deyək ki, cəhətinə daha çox
toxunardınız? İlk öncə deyim ki, çox təşəkkür edirəm ki, mən bu verilişə qonaq eləmisiniz. Çünki belə deyim, əslində çox böyük məsuliyyətdir İmam Hüseyn haqqında danışmaq və mən bilmirəm mən nə dərəcədə ona yəni haqq etmişəm. Amma mənə görə, yəni mən hiss elədiklərimi deyə bilərəm, çünki mənim o qədər dərin biliklərim yoxdur. Mən yaşadıklarımı bölüşə bilərəm. Ən böyük Kərbəlayın cinayəti bəlkə bu günə qədər davam edən mənə görə insanların mövqeysizliyidir. Ən ağır diaqnoz ki, orada da mövqeysiz qaldılar. İndiyənə qədər də bir çox hadisələrdə yenə də biz mövqeysiz qalırıq. Çünki bilirsiniz, mənə görə mən İmam Hüseyni bir başqa cürə hiss eləyirəm. O qədər böyük bir iş qoyub gedib ki, o qədər böyük bir. Siz hələ bugünə qədər də o iş yaşayır. Yəni o yazı qoymayıb, nə bilim bizə hansısa bir kitab qoymayıb, əməl qoyub. Və bugün mənə görə biz onlara əməllərimizlə yaxınlaşmalıyıq, mövqeylərimizlə. Əgər bugün də nəsə görüb susuruqsa, cəsarətimiz nəyisə deməyə çatmırsa, mən öz adıma deyə bilərəm ki, mən şəxsən Kərbəlaya gedəndə il ərzində 3 dəfə təsadüf elədi, dəvət gəldi, mən getdim və mən hər dəfə ora gedəndə bilirsiniz hansı sualı verirdim özümə. Çünki mən görürdüm ki, bir çox insanlar orada nəyisə istəməyə gedir ki, bu da əlbəttə hərənin bir... Mən bir sual vermək istədim bütün toplum adından ki, biz sizin üçün nə edə bilərik? Başa düşürsünüz. Yəni ki, siz elədiniz, böyük bir iş gördünüz. Biz bu dəqiqə nə edə bilərik? Bax, mən şəxsən sevinc olaraq Zirehin qarşısında soruşdum ki, mən sənin üçün nə edə bilərəm? Və başa düşdüm ki, yəni o acizanə, mənim əlimdən gələn ancaq odur ki, ən azından heç olmasa bəzi məsələlərdə öz mövqeyimi ortaya qoya bilim. Ağa deyə bilim, doğruya doğru deyə bilim, düzün yanında olum, cəsarətə önəm verim. Çünki mənə görə insanın xarakterində ən önəmli cəhət cəsarətdir. Əgər sənin cəsarətin varsa həyatda, sən çox şeylər eləyəcəksən. Və İmam Hüseyn də mənə görə o qədər böyük bir cəsarət təcəssümüdür, o qədər böyük bir cəsarət nümunəsidir. Bizim bu dəqiqə cəmiyyətin problemlərindən biri odur ki, biz İngilis dilində bu dəqiqə məşhurdur, role model, nümunə axtarırıq ki, göstərməyə, tapa bilmirik. Amma bu nümunə deyil, bu boyda nümunə qoyub gediblər. Biz övladlarımıza elə o cür kəsləri nümunə göstərməliyik, əməllə, yəni yazı ilə, sözlə, nələrsə o da gözəldir, amma əməllərlə. Çünki onlar əməl qoyublar, onlar böyük iş görüblər və onlar, nə bilim, mən onları bir başqa cür orada hiss elədim. Ona görə də mənə görə ən ağır diaqnoz hansı ki, orada da var idi, bugün də davam eləyir insan mövqeysizliyi. Mənə görə bu qədər. Ərbəyin ziyarətində olmusunuz Sevinç xanım? Ərbəyin mənim arzumdur. Ərbəyin ziyarətində olmamışam, amma bilirəm ki, mən kiməm sualını yəqin ki, mən Ərbəyində tapacağam. Əgər bugün bu verilişə gəlmişəmsə, çünki bu mənim üçün doğrudan o qədər böyük bir gözlənilməz hadisə oldu. Mən keçən il sizin verilişi ilk dəfə izləyirdim, bütün buraxılışlarını. Çünki Kərbəla ziyarətindən sonra mən o eşq sözünün də çox axtarırdım ki, bu eşq nə deməkdir? Mən sonradan anladım ki, sən kimi eşq sözünün özü də hərəkət deməkdir. Yəni sən hərəkətdəsənsə, sənin eşqin var. Yəni sən iş görürsənsə, nəsə eləyirsənsə, o eşq var. Və mən başa düşdüm ki, əgər xırda-xırda əməllərimlə onları özümə nümunə götürmüşəm, haşa, yəni ki, bəlkə də heç 0,1% ola bilmirəm, amma nəsə eləyəndə həmişə öz-özümə fikirləşirəm ki, görəsən, məsələn, Əhl-i Beyt necə eləyərdi? Onlar necə reaksiya verərdilər? O bu situasiyada necə yanaşardı? Xoşuna gələrdimi, gəlməzmi? Bax, o suallarla görürəm ki, yavaş-yavaş bəzi şeylər açılır və yəqin ki, onlar biləndə və hazır mən olanda ki, Ərbəyinə də çox böyük məmnuniyyətlə gedəcəm. Qismət olsun. İnşallah. Bu qədər istək olunca əlbəttə qismət olar. Hacı,
Xanım Zeynəbdən biz ötən proqramımızda da danışmışıq. Siz gözəl tərəflərini açdınız bu proqramda. Ümumiyyətlə xanım Zeynəb çox dəryadır da, çox böyük bir dəryadır. Kərbəla hadisəsində xüsusən xanım Zeynəbin başına çox müsibətlər gəldi. Hər kəsin bildiyi kimi. Onların əsir düşməsi, əsirlikdən qabaq xeymələrin yandırılması, körpə uşaqların, qardaşlarının gözü qarşısında şəhid edilməsi, doğranması çox acı hadisədir. Təbii ki, bu dəfələrlə danışılıb və dəfələrlə siz və digər alimlər də öz xütbələrinizdə qeyd etmisiniz. Xanım Zeynəbin nitqi düşmənin kimliyini ortaya qoyur. Yəni bu çox böyük bir məsələ idi. Xanım Zeynəbin ki nitqi var idi İbn Ziyadın sarayında, Yezdin sarayında çox böyük bir məsələdir. Ümumiyyətlə Kərbəlanın həqiqətini göstərdi xanımın nitqi. Yaxşı, necə olur ki, insan bu ağır şəraitdə, bu qədər müsibətlərin içində olarkən ümidini itirmir. Nəinki ümidini itirmir, hətta digərlərinə ümid verir. Digərlərinə arxa olur, dağ olur. Hamı gəlir o xanıma söykənir. Biraz bunu danışmaq da çətindir. Başa düşdüm. Uşaqlar ona necə sığınırdılar. İstərdim siz davam edəsiniz hacı. Valla təşəkkür edirəm. Mən də salamlayıram dəyərli qonaqları və izləyicilərimizi bir daha salamlayıram. Belə ki, həqiqətən belədir. Doğrudan da həm Həzrəti Zeynəb, həm İmam Hüseyin əleyhissalam belə o çıxdıqları yolda zərrə qədər tərəddüd eləmədilər və şəkkə düşmədilər, ruhdan düşmədilər, məyus olmadılar, süsləşmədilər. Əvvəldən yola çıxdılar və o yolda çox hadisələr baş verdi. Mühüm insanlar gəldi, İmam Hüseynin qabağında dayandı və fikir səsləndirdi. Adam düşünür ki, məsələn, bəzən görsən bir nəfər bir fikri deyir, arxasıca 2 nəfər deyəndə görsən insan tərəddüdə düşür. Deyir, bəlkə o düz deyir. Sonra da büdrəyir və məqsədindən yayınır. Amma İmam Hüseyin əleyhissalam tam əksinə, hətta məsələn orada bir mənzil var, mənzillər deyirlər, oradan keçəndə İmam Hüseyin orada deyirlər Müslümin şəhadət xəbəri veriləndə çoxları ayrıldı, bir qism getdi. Xalislər gəldi, yetişdi Kərbəlaya. Sanki Məntiqut Teyr var, o yadıma düşdü. Deməli, gedə kimlər axıra qədər gəlib çata bilərdilərsə, onlar gəldi, onlar qaldı. Amma bir qrup insanlar isə ayrılırdı yolda. Düzdür, Tasuğa günü elə kim orada idisə orada qaldı. Heç kəs getmədi. Bu bir həqiqətdir, tarixdir. Burada bir sual çıxır ki, necə olur ki, insan bu qədər möhkəm olur, bu qədər əzmli olur, bu qədər iradəli olur? Nə baş verir ki? Cavabıdır ki, insanın imanı bəzən olur, amma lazımı qədər olmur. Az iman müəyyən situasiyalarda insan əlindən tutur. Böyük hadisələrdə insan büdrəyir. Ona görə əziz Allahımız Qurani-Kərimdə bir ayədə buyurur ki, az imanla kifayətlənməyin. Çoxaldın, artırın imanınızı. Yəni, bu azla siz hara yetişəcəksiniz ki? Və də az imanla böyük məsafələri qət edə bilməzsiniz. Böyük məqsədlərə çata bilməzsiniz. Bilirsiniz, nəyə bənzətmək? Mən bugün oturub düşünürdüm. Bir nəzər alın ki, bir göldür, orada qayıqla hərəkət eləmək olar. Amma həmən qayıqla biz okeana çıxa bilməyəcəyik. Okeanda biraz külək oldu, yüngül bir dənə fırtına, o qayıq aşacaq, içindəkilər qərq olub gələcək. Əgər biz istəyiriksə, böyük hədəflərə, məqsədlərə gedək, yetişək, orada biz böyük imanın yiyəsi olmalıyıq. Etiqadımızda, əqidəmizdə çox möhkəm olmalıyıq. Azacıq məlumatla kifayətlənməməliyik. Azacıq əməllə yekunlaşmamalıyıq. Və ona görə də əziz Allahımız Qurani-Kərimdə bir dənə qapı açır bizim üstümüzə, üzümüzə. O pəncərəni açır. O da bundan ibarətdir. Buyurur ki, orijinaldan icazə verirsə deyim, İnna Allahə iştəra minəl mu'mininə ənfusəhum və ənvaləhum. Gəlin məndən ticarət edin. Zaten canınızı, ömrünüzü verirsiniz. Gəlin mənə verin.
Və mənə verin dedikdən sonra, həmən ayədən sonra bu ticarət necə baş tuta bilər? Şərtlərin deyir. 9 dənə şərt deyir, qısa deyirəm mən sizə. İlk söz buradan başlayır. Buyurur, bu ticarət istəyirsinizsə alınsın, mənlə istəyirsinizsə ünsiyyətiniz yaransın, iman istəyirsinizsə çoxalsın. İlk şərt ət-taibun. Tövbədən başlayacaqsınız. Tövbə eləyəcəksiniz. Tövbə, yəni ruhda bir inqilab baş verməlidir. Ondan sonra deyir, bu tövbə kifayət eləməyəcək. Əl-abidun. Bəndəçilik libasını əyninizə giyməlisiniz. Və belə deyək, bəndəlik rənginə boyanmalısınız. Bəndəçilik qəlbinə düşməlisiniz. Sonra deyir ki, bu da kifayət edəmir. Əl-hamidun. Elə ki, bəndə oldunuz, adam bəndə olandan sonra görür ki, ilahi neymətlərin içində qərq olub səndə, heç xəbərim yox imiş. Bəzi neymətləri görmək üçün insan biraz qədəm qoymalıdır, bəndəçilik eləməlidir. Neymətlərin içində qərq olduğunu görən kimi əl-hamidun, həmd eləməyə başlayır. İlahi sənə şükür, hansına şükür edeyim, hansına, hansı neymətə. Ondan sonra deyir, əs-saihun, həmdə də bitməsin məsələ. Gedin, hara gedək? Deyir ki, gedin əhl-i beyt, məsələn, ziyarətlərinə, gedin əhl-i beytlə bağlı olan verilişlərə, məclislərə, əhl-i beytin adına olan yerlərə. Əs-saihunu bəzi müfəssirlər belə izah edir ki, çünki o enerji toplamaq lazımdır, kontakt yaranmalıdır. Kamil insanla ünsiyyət insanın o ruhunu bərpa edir, halını dəyişir. Deyir, sonra bunu ilə da kifayətlənməyin. İbadətinizi göstərin insanlara. Bəzən biraz başqa cür çıxdı. Göstərin, riyakarlıqdan söhbət getmir. Adam bəzi vaxtlar ibadət edir, deyir, yox, mən qoy bilinməsin mənim ibadətim. İndi müəyyən məqsəd nəsə ola bilər, istisna. Amma Allah deyir, yox, öz eşqini mənə izhar elə, qoy görünsün. Niyə gizlin qalmalısan ki? Davamında deyir ki, ər-rakiyun, ruku elə, əs-sacidun, səcdə elə. Ondan sonra deyir, aha, ruku, səcdə biraz başvu qatar, cəmiyyətdən qopub, inzivaya çəkilib, mağaraya gedərsən, ha? Əl-amirunə bil-məruf və nahunə anil-münkər. Cəmiyyəti unutmayacaqsan. Cəmiyyətdən təcrid olmayacaqsan. İndi bu gözəlliyə insanlara dəvət edəcəksən. Bu haqqa, həqiqəti insanlara göstərəcəksən. Və davamında da buyurur, vəl-hafizunə li-hududillah, bitdi. Buyurur ki, Allahın həddlərini, ilahi dəyərləri qorumağa çalışacaqsan. Onları qoruyacaqsan. Sonda nə deyir? Bəşşir elə-müminin. Belə iman əhlinə müjdə olsun. Mənim müjdəm sizədir. Yəni, sanki Allah Teala deyir ki, bax, istəyirsənsə, başlamısansa, tövbə ilə düzdür, davam eləyəcəksən. Çünki sənin istəyirsənsə, böyük məqsədlərə yetişəsən, böyük məqsədlərə yetişmək üçün həm imamlarla, kamil insanların ünsiyyətdə olacaqsan, həm xüsusi ibadətlərin olacaq, həm Allah'a həmd edəcəksən, həm cəmiyyətlə kontaktın olacaq. Bunlar hamısı kompleks, bir yerdə olmalıdır. Kamil insan olmaq istəyənsə, bismillah, buyur, yol buradan keçir. Hə, sən bunları etdikcə, bu həmdlərlə, bu ibadətlərlə, bu ünsiyyətlərlə get-gedə imanın artmağa başlayacaq və gələcəkdə böyük situasiyalarda yıxılmayacaqsan, büdürəməyəcəksən. İmam Səccadın belə bir sözü var, dünya aləm mənə üst çevirsə, əlimdə Quran olsa yetər. Quran yəni Allahla ünsiyyətdir, Allahın kəlamıdır. Yəni mən heç vaxt neynəmərəm, süsləşmərəm. Və biz də bunu məsumların həyatında görürük. Ələl-xüsusi İmam Hüseyin həyatından baxırıq, çünki mövzumuz odur. Biz bunu müşahidə edirik. Bir insan tənha qalanda da belə ümidsizləşmir. O, üzündən ümid yağır. Nə qədər insan arxayındır. Və bilir ki, məsələn, bitdi hər şey. İmam Hüseyin deyir, bitmədi hər şey. Bilirsiniz, İmam Hüseyin addan yıxılanda belə dedi, Bismillah və billah. Əslində, gözlənilən bu idi, deyəydi ki, əlhəmdülillah. İş bitəndə əlhəmdülillah deyirlər, iş başlayanda bismillah. İmam Hüseyin sanki dünyaya mesaj verdi ki, bunlar elə bildi, bitdi, mən deyirəm, bitmədi, hər şey başladı. Allah. Hər şey buna ilə başladı. İndi görün nələr olacaq. Siz elə ərbəyini qabaqda görəcəksiniz, milyonları qabaqda görəcəksiniz. Siz zuhurda anlayacaqsınız, bu bismillahın mənası nə idi? Bismillah, başladıq. Hər şey başladı və doğrudan da başladı. İnsanlar özlərinə qayıtmağa başladı. Anlamağa başladı. Və hətta Yezidin özü başını itirmişdi. Kimisə axtarırdı ki, günahı onun üstünə yıxsın. Dedi, mən deməmişdim bu İbn Ziyadı öldürsün onu. Niyə öldürdü onu? Təsəvvür edirsiniz, İmam Hüseyin necə bir dənə tufan qopartdı Kərbəlada.
necə inqilab yaratdı və bu İmam Hüseynin əzəmətidir, bu İmam Hüseynin ruhu halıdır. Allah bizi o şəxsiyyətdən ayırsanmasın. Nə qədər möhtəşəm sözlər idi, ilahi. İmam Hüseyn atdan yerə yıxılanda hər kəs elə zənn edirdi iş bitdi, amma Bismillah deyir İmam Hüseyn. Sanki işə qədəm qoyur. İndi başladı. Həqiqətən də bu bariz nümunəsidir. Əsrlərlə davam edir bu. Möhtəşəm idi hacı, var olasınız. Çox sağ olun, təşəkkür. Pərviz müəllim, sizə də bir sualımız var. Ədəbiyyatda qəhrəman obrazı müxtəlif xüsusiyyətlərlə qurulur. Bəzən güclü, bəzən mənəvi keyfiyyətləri, bəzən də daxili mübarizəsi onu yadda qalan edir. İmam Hüseyn əleyhissalamın dramaturji portretini necə çəkə bilərsiniz? Bir senarist olaraq, yazıcı olaraq. Əslində 1400 ildir portret insanların gözü qarşısındadır. Sadəcə olaraq hər kəs öz mütəxəssisi olduğu sahədən o rakursdan baxır. Bir dəfə bir təlimdə elə İlqar bəygilin bir təlimində bu haqda danışmışdım, amma indi əhatəli istəyərəm biraz fikrimi ifadə edeyim. Əslində Hacı elə bir yerdə qoydu ki, mövzunu özü də başladı, mənə də onun ardına aparacağım, o Bismillah məsələsi. Dünyadakı bütün mifləri, bütün əfsanələri bir yerə toplayan bir şəxsiyyət olub, adı Joseph Campbell'dir. O, dünyadakı bütün əfsanələr, miflər, hekayələr, nağıllar, əsatirlər, ömrünü buna sərf etmiş bir adamdır. Onları yığıb və bütün bəşəriyyətdəki hekayələrin ortaq qəlbini çıxardıb. Yəni, bir qəhrəmanın səyahəti, bir qəhrəmanın portreti necə ola bilər? Və 17 sütun eləyib, indi o biraz çox qarışıq olar. Ondan sonra onu müasir kino industriyasında Christopher Vogler adlı bir şəxsiyyət olub. Christopher Vogler bunu 12 akta bölüb ki, bir filmdə, bir romanda, bir hekayədə qəhrəmanın 12 sərhəddi var ki, oradan keçəndə, o 12-ci tamamlananda qəhrəmanın portreti çəkilmiş olur. Yəni, bir uğurlu film hekayəsi, bir uğurlu təhkiyə ancaq bu cür mümkün ola bilər. Təbii müəyyən paradigmalar var, indi biz birini götürüb danışırıq. İmam Hüseyni mən araşdıranda, ümumiyyətlə Kərbəla məsələsi həmişə, biz Kərbəlanı mən uşaqlıqda həmişə necə xatırlamışam, anam hər zaman mənə kitablar verirdi, oxuyurdu, ədəbiyyatçı ailəsində böyüdüyüm üçün. Mənə verirdi kitabları və deyirdi, 3 nəfərin adını çəkirdi. Nizami, Nəsimi, Füzuli. Bunları həmişə Şeyx Nizami, Şeyx Nəsimi, Şeyx Füzuli deyirdi və deyirdi ki, Füzuli haqqında o qədər böyük və fundamental danışırdı ki, mən deyirdim ki, bu Füzuli çox nəhəng bir şəxsiyyətdir. O deyirdi ki, onun məzarı İmam Hüseynin ayağı tərəfdədir. Məndə həmişə bir qəribə bir şey, yəni bu İmam Hüseyn özü kimdir ki, yəni bu şəxsiyyət onun astanasında dəfn olunub. Zaman keçdikcə, yəni əslində o Kərbəla, İmam Hüseyn, bu bir əlçatmaz bir mövzu kimi görünürdü mənə. Sonra bu ssenari sənəti ilə məşğul ondan sonra, romançılıqla məşğul ondan sonra bunu hekayə olaraq başladım təhlil eləməyə. Hekayə belə başlayır, bir qəhrəmanın hekayəsi əslində. Biz indi bunu Kərbəla hadisəsinə və İmam Hüseynin həyatına adaptasiya eləyək. Uğurlu hekayə budur. Birinci sıradan bir dünya var, adi bir dünya. İmam Mədinədədir, adi bir dünya. Bir qəhrəmanın həyatı davam eləməsi üçün, hekayə atılması üçün ona macəraya çağırış gəlməlidir. Baxdığınız bütün filmləri, oxuduğunuz bütün əsərləri gözünüzün qarşısına gətirsəz, görəcəksiniz ki, bütün hekayə modeli eyni işləyir. Kərbəlada hadisəsindən əvvəl imama məktublar gəlir Kufəlilər tərəfindən. Bu artıq qəhrəmanın macəraya çağırışıdır. Qəhrəman çağırışıdır. Vogler deyir ki, qəhrəmanı macəraya çağırışdan sonra bir orada
İngiliscə bu refusal of the call gedir. Bizdə macəranın rəddi və yaxud da zəngə cavab verməmə, çağırışdan imtina kimi səslənir ki, qəhrəman tərəddüddədir, gedim, getməyim. Çünki insan məlumdur ki, zona komfort zonasından çıxmağı istəmir. Deyir ki, bizim üçün hər şey burada yaxşıdır, bilinməzlik, qeyri-müəyyənliyə getmək olmaz. Amma indi burada məsələ buradadır ki, mən bunu təhlil edəndə özüm üçün bu qənaətə gəldim ki, bu imamdır, bizim kimi sıradan bir insan deyil və imam qəlbində tərəddüd olarmı? Bunun özü bir ayrı məsələdir. Adi qəhrəmanlarda belə olmalıdır. Macəradan imtina eləyir, sonra bir hadisə baş verir, qəhrəman atılır mübarizəyə. Amma təbii ki, imam qəlbində tərəddüd yoxdur, amma o ağıl faktı var burada. Yenə hekayə düzgün işləyir. İmam Müslim ibn Əqli göndərir Kufəyə ki, get, məsələyə bax, qiymətləndir və s. Yəni, bu onun ikinci mərhələsi, macəradan imtina mərhələsi. Daha sonra, bilirsiniz, bir də burada hukk deyilən, bir qarmaq deyilən bir şey var hekayə sənətində. Sən oxucunu, tamaşaçını hekayəyə bağlamalısan və bunun da ən mühüm şeylərin biri, nəsnələrindən biri seçim məsələsidir. İlk öncə o dramatik situasiya necə yaranır? Yezid beyyət tələb eləyir. Bu artıq hekayənin zəminini, yəni hekayəmiz hansı üslubda inşa olunacaq, onun ilk addım səsləridir. Bundan sonra imam orada birinci sərhəddi keçmək mərhələsi gəlir hekayədə. İmam şəhəri tərk edir və Kərbəlaya yola düşür. Və bu kinolarda, romanlarda adi verilə bilər. Kərbəla məsələsində xüsusi əhəmiyyətli bir hadisə var, çox xüsusi. Bu məni həmişə heyrətləndirir. Yəni, bunu ilk dəfə oxuyanda mən çox həyəcanlanmışdım. Həcc ziyarətini yarıda qoyur, gedir. Yəni, bir ritualı yarıda qoyur, gedir. Baxın, yəni, bu sadəcə bir hekayə gedişatı deyil, bu bir mesajdır. Bu bir seçimin məsələsidir ki, yəni, illərdir qalan bir ritualı lazımı məqamda qəhrəman tərk eləyə bilər. Bu seçimin göstəricisidir. Qəhrəman gedir. Ondan sonra filmlərdə, romanlarda, bu nəzəriyyələrdə, mifologiyada mentor obrazı var. O qəhrəmana kömək eləməlidir, ona məsləhətlər verməlidir. Təbii ki, imamın mentoru burada Quran-ı Kərimdir. Hacı bayaq dedi ki, əlimdə Quran olsa kifayət edər. Peyğəmbərdir. Yəni, imamın özüdür, öz mahiyyətidir mentor olaraq. İmam Kərbəlaya çatır və orada artıq sınaqlar, müttəfiqlər, amannamələr təklifləri və s. Bu artıq sınaq mərhələsidir ki, qəhrəman bu sınaqdan keçir, yoxsa keçmir. İmam bu sınaqdan da keçir. Gəlir, çatır artıq böyük sınaq məqamına. Böyük sınaq Aşuradır. Susuz qalırlar, əhli-əyalı öldürülür, yaxınları şəhid olur. Əslində belə bir kinoda ifadə var, deyir, əgər bir qəhrəman nə qədər əziyyət çəkirsə, əsər o qədər uğurlu olur. Bunun ən bariz nümunəsidir imam ki, yəni və bir ləyaqətli bir personaj yaradır müəllif belə bir konsepsiyadan baxaq. Yəni bir qürurlu bir qəhrəman və o bilir ki, ondan sonra onun əhli-əyalı əsir gedəcək. Yəni bu bir şəxsiyyət kimi, bir qəhrəman kimi, bir kişi kimi çox ağır bir situasiyadır. Qəhrəman Aşuradan sonra artıq hekayəsində mükafat, yəni böyük sınaqdan sonra mükafat dövrü gəlir. Mükafat nədir burada? Yəni qəhrəman nəyi əldə eləyir? Qəhrəman o Bismillahı əldə eləyir. Qəhrəman artıq özündən sonra böyük bir həqiqət carçıları üçün meydan verir. Bu onun mükafatıdır. Hekayədə sonraki mərhələ geri dönüşdür. Hollywood kinolarında qəhrəman sağ geri dönür və yaxud da bəzən olur ki, qayıda bilmir. Amma baxın, Kərbəlada fiziki bir geri dönüş yoxdur. Amma mənəvi bir qayıdış var. Mənəvi bir qayıdış var ki, bu qayıdış Ərbəyində biz görürük o qayıdışı. Biz o qayıdışı gələcəkdə
İmam Zaman ağanın zühurunda görəcəyik. Bundan sonra hekayədə diriliş məqamı gəlir. Yenə bizim qəhrəmanımız fiziki olaraq diri deyil, amma o göstərdi ki, yəni bədən ölür, ideya ölmür. Yəni ideyanın dirilişi baş tutur və o geri dönüş mərhələsində onu da deyim, özü geri dönə bilmir, amma Zeynəb xanımın timsalında, İmam Səccad əleyhissalamın timsalında artıq görün bütün həqiqətlərin car olunması, insanların bundan xəbər tutması da əslində geri dönüşdür. Dirilişdən sonra hekayənin 12-ci mərhələsində iksir var. Qəhrəman bir iksir əldə eləyir və onu gətirir insanlara. Bu iksirin özü elə həqiqətdir. Bu iksir elə əslində bugün bizim gözlədiyimiz intizar, o mahiyyəti dayanan fəlsəfənin başlanğıcıdır. Ki, qəhrəman öz missiyasını bitirdi, iksiri əldə elədi və insanlara yaydı. O iksir bugün yaşadığımız İslamdır. Əgər bugün biz Kərbəla hadisəsi olmasaydı, indi teoloqlarımız, ruhanilərimiz daha yaxşı bilər bu mövzu. Mənim mütəxəssis olduğum sahə deyil, amma Kərbəla sadəcə bir savaş meydanı idi mı? Yox, Kərbəla orada bir batində haqla batilin, yəni saf haqla batilin mübarizəsi idi və iksir də odur ki, bugün biz bu proqramda hər kəs öz sahəsinin peşəkarıdır və biz oturmuşuq bir Allah övliyası, imam haqqında danışırıq. Hamımız bir həqiqətin işığına cəm olmuşuq. Yəni, bu baxımdan bir hekayə, biz bunun indi Vogler var, Sitfieldin var, Joseph Campbell'in paradigması var. İstənilən hekayə paradigmasına uyğun təhlil eləsək, Kərbəla qüsursuz şəkildə bir qəhrəmanın səyahəti modelinə uyğun gəlir. Çünki bu bizim arxetiplərimizdə olan hekayədir. Bəşəriyyət yəni sona qədər bu hekayələrlə təmasda olacaq. Bayaq dediniz, yəni təkcə hekayələr biz oxuduq, bitdi deyil. Bir yaxşı film odur ki, tamaşaçı kinoteatrdan sonra başlayır onun zehnində. Əslində Kərbəla hadisəsi milyonların zehnində 1400 ildən çoxdur, hələ də davam eləyir. Hər dəfə bir fərqli rakursdan, bir fərqli pəncərədən baxa bilirik o məsələyə. Bu əslində elə o böyük insanların rəhmətidir və bizim onlara bayaq xanım dedi ki, bəs biz sizin üçün nə edə bilərik? Biz o həqiqəti müdafiə eləməyə çalışa bilərik. Biz o həqiqətin işığına toplaşa bilərik. Bir də sonda bunu deyim. Bir dəfə bir şəxsiyyətlə söhbət edeyim. Çox maraqlı bir məqama toxundu. Dedi, nəyə görə çox vaxt Əhl-i-Beyt üçün günəş metaforu işlənmir. Daha çox çıraq metaforu, çıraq təşbihi verirlər. Çünki günəşin müdafiə ehtiyacı yoxdur. Amma yəni onsuz da onların müdafiə ehtiyacı, amma bəndənin özünün ehtiyacı var deyə o çırağı biz qorumaqla mükəlləfik. Yəni əslində bütün mahiyyət də elə buradadır. Yaxşı əsərlər, böyük mahiyyətli əsatirlər, əfsanələr və reallıqlar bizimlə daim rabitədədir, bitmir. Mən düşünürəm, sizin əsərləriniz də var bu sahədə, yəni toxunmusunuz Kərbəlaya. Kərbəlaya mən bir yazı yazmışdım bir neçə il əvvəl İmam Səccad kinodramaturgiya müstəvisində. Mən orada Kərbəladan sonrakı hadisəni təhlil eləmişdim və əslində onun üzərində çalışıram. İndi bunu demək biraz çox iddialı səslənər. Dünyadakı bu senari paradigmaları ki var, mən yeni bir paradigma üzərində işləyirəm, yeni bir struktur üzərində işləyirəm ki, orada mahiyyət Kərbəladır. Yəni, bütün qurulacaq hekayələr, fərqi yoxdur, teoloji hekayə olsun, məişət hekayəsi, drama olsun və s. Hər biri məhz bu konsepsiyadan çıxış eləyərək, yəni bir imamı mərkəzə qoyaraq, onun üzərindən bir hekayə modeli qurmaqdır niyyətim və təbii ki, arzularımdan biri də İmam Səccad haqqında bir romandır. Sadəcə olaraq personaj, qəhrəman yazıçıdan ağıllı olanda yazıçı çox əziyyət çəkir. Hələ ki, hazırlıq mərhələsindəyim. Allah qüvvət versin sizə. İlqar müəllim, bir psixoloq olaraq və yaxud da elə ilahiyyatdan da kifayət qədər məlumatlısınız, həm gözəl tanınmış yazıcısınız. Kərbəlada sizin diqqətinizi çəkən Kərbəla hadisəsində psixoloji məqam hansıdır? Bax, sizdən eşitmək istərdik. Mən əvvələn çox sehirləndim söhbətlərdən həqiqətən.
Çox möhtəşəm çıxışlardır. Sizin sualınıza cavab verməsindən əvvəl Hacının dediyindən bağlı bir diqqətimdə bir şey var, istədim onu bölüşəm sizinlə. Deməli, bir dənə indi müasir dövrdə bir elm sahəsi inkişaf edib, neyroelm deyirlər, zehin elmi. Belə bir mütəxəssislərdən biri, neyroalim, bugün də sağdır, Ethan Kross adında bir psixoloqdur. Onun məşhur bir kitabı var, Boşboğaz adında, Azərbaycan dilinə də tərcümə olunub. Çox yaxşı kitabdır. O, beyindəki səsləri araşdırır. Əslində, boşboğaz da orada beynimizdəki səslərin boşboğazlığından söhbət gedir. Kross deyir ki, mən bu haqda kifayət qədər araşdırmalarım, nəzəri bilgilərim və s. bu dövrümdə bir gün çıxışlarımdan birindən sonra, təsəvvürən belə bir hansısa bir çıxış podkast çəkilişindən sonra bir təhdid məktubu aldım ki, nəsə xoşuna gəlməmişdi hansısa izləyicinin. Ağır bir təhdid məktubu aldım ki, səni tezliklə öldürəcəyəm və s. Və araşdırır, görür ki, məktubun ünvanı da çox yaxınlardan bir yerdən gəlib hardansa. Deyir ki, mənim bütün nəzəri bilgilərim iflas elədi və salam. Ki, boşboğazı necə idarə etməli, beyin qorxduğun zaman beynin səsini necə idarə etməli və s. Deyir, mən hər gün böhran keçirdirdim gecələr ki, nəsə baş verəcək. Və sonra bunu başlayır praktik olaraq dərindən araşdırmağa ki, məhz qorxu zamanı biz beynimizin səsini necə susturmalı, necə bunu bacarmalı. Bu ümumiyyətlə böyük bir sualdır. Mən sonuncu kitabım 9-cu mərtəbə bir şəhidlə bağlıdır, Şəhid Murad Nağıyevlə bağlıdır. Orada da bu mövzuya biraz toxunmuşam ki, doğrudanmı bunlar qorxmurdular, şəhidlər? Doğrudanmı bunlar qorxmurdular, yoxsa qorxularını susturmağı bacarırdılar? Bu boşboğazı, onların beyni orada boşboğazlıq etmirdimi? Şəhidin timsalında gör ki, yox, daha betər. Yəni, ölümlə üz-üzəsən sən. Əvvəldə gedəndə toy bayram adı ilə gedirlər, hələ bilmirlər də. Hara gedirsiniz, zəng eləyənlərə cavab elə, toya, bayrama gedirik. Amma ilk sınaqdan sonra başa düşürlər ki, bu toy deyil, bayram deyil, bu ciddi məsələdir. Və boşboğaz başlayır tərəddüdə salmağa, bayaq sizin də işarə edildiyiniz kimi. Ethan Kross orada maraqlı bir yollardan birini deyir. Əslində bir cavabı budur ki, insanın böyük bir mənası olmalıdır. Çox böyük bir mənası. Ethan Kross buna toxunmur. Sırf başqa cəhətdən toxunur da. Böyük bir mənası olmalıdır. Məsəl üçün, ana ki, özünü oda atır, uşağını xilas eləmək üçün, o qorxmurmu? Qorxur. Amma onun qorxudan böyük bir dəyəri, mənası var uşağı və məhz buna görə eləyir. Amma Ethan Kross'un maraqlı bir yanaşması var, onu xüsusilə qeyd etmək istədim. Deyir ki, yollardan biri budur ki, iki dənə alət var da, biri mikroskopdur, biri teleskopdur. Mikroskop nədir? Detalı görmək üçün, kiçik detalı görmək üçün mikroskop götürürsən. Deyir ki, qorxu zamanı sanki kimsə bizim əlimizin altına mikroskop itələyir. Biz bütün detalları başlayırıq böyütməyə, böyük görməyə. Xırda bir şeydir əslində. İşıq yanandan sonra görürsən ki, qorxacaq bir şey yox imiş. Deyir, həmən zaman mikroskopu qoymalı yerə teleskopu götürməli. Bir də teleskop var da, uzağı görmək üçün. Uzağı görənlərin qorxusu azalır. İnsan baxsın ki, mən 3 gün sonra bu vəziyyət yadıma düşəndə necə olacaq filan. Mikroskop, teleskop metaforası mən bu Kərbəla kontekstində çox diqqətimi çəkdi. Niyə bu insanlar belə qorxmaz idilər, Hacı bayaqlar deyirdi? Çünki onların əlində teleskop var idi sanki. Teleskop. Mən bir çıxışımda demişdim ki, xanım Zeynəb sanki o Təlli Zeynəbiyyə var idi, Zeynəb təpəsi. Oradan təkcə meydana baxmırdı Kərbəlada, meydanda baş verənlərə. Ümumiyyətlə, gələcəyə baxırdı. Onlar nə iş gördüklərini bilirdilər. Bu bilgi, bilmək də deyil, eynül yəqin mərhələsidir, görmək mərhələsidir də. Bundan o ayna yoxdur, görürlər. Çinlərdə bir ənənə var, bambuk ağacını əkmə ənənəsi. James Clear kitablarının birində yazır bu haqda. Bizdə məsələn bambuk ağacı çox əhəmiyyətli deyildi, amma Çinlər üçün mən baxmışam, onlar böyük binalar tikirlər hətta böyük bambuk ağacından. Səndə və bambuk ağacının yetişdirilmə prosesi belədir. Birinci il əkirlər bambuku, birinci il heç bir nəticə yoxdur ortada. Xidmət edirlər, su verirlər, qulluğunda dururlar, amma elə o boydadır da. İkinci il yenə elə. Siz təsəvvür edin, üçüncü il yenə elə. 4-cü il yenə elə, 5-ci il yenə heç nə yoxdur da. 6-cı il bir neçə həftə ərzində 20 metrə boy atır bambuk ağacı. İndi James Clear sual verir, deyir ki, bu neçə günə böyüdü, neçə həftəyə böyüdü? Yox, elə illər ərzində böyüdü. Sadəcə sən demə kök atırmış.
bambuk böyük olacaq deyə onun əvvəl kökü böyüməliymiş yerin altında. Bəzən bax məsələ belədir. Baxın, işi bilən adam, bilməyən adam 1 ildən, maksimum 2 ildən sonra vaz keçəcək də. Ki bu nə deyir, mən əlləşirəm, vuruşam, heç nəticə yoxdur. Amma işi bilən adam, nə gördüyünü, nə iş gördüyünü bilən adam səbirlidir də burada. Gəlirlər ona lağlağı deyirlər və s. deyirlər, amma o deyir ki, mən bilirəm nə iş görürəm. Adam, yəni səmimi qəlbdən oturub düşünəndə baxırsan, görürsən ki, bu insanlar niyə belə, o deyir ki, bəşşaşiyyətləri artırdı. Sıxıntılar çoxaldıqca bunların nuraniyyəti, təbəssümü, xoşbəxtliyi artırdı və hətta deyir ki, bu düşməni qorxudurdu ki, bu nəyəsə arxayındılar, bunlar niyə belə olurlar? Niyə bu artırdı? Çünki bunlar nə iş gördüklərini bilirdilər də. Yenə qayıdırıq Bismillah məsələsinə. Bilir ki, mən bir şeyi başladıram, bir şey yaradıram, bir şey qoyuram ortaya. Ona görə buna xüsusilə toxunmaq istədim, teleskopu götürmək. Mən həmişə deyirəm, xanım Zeynəbin Yezidin sarayında, özəl dialoq formatında olub, maraqlıdır. Yezid ona deyir ki, gördün Allah neynədir sizlə? O da cavabında deyir ki, mən gözəllikdən başqa bir şey görmədim. Bu qətiyyən acıq deyil idi. Bəzən bizə elə gələ bilər ki, o orada qürur göstərdi də, özünü yerə vurmadı və yaxud yaxınlarına, təsəlli xatirinə belə dedi və s. Yox, onlar bilirdi ki, nə iş görüb. İndi siz bilməyə bilərsiniz. Amma gözəllikdən başqa bir şey görmədim və teleskopla sanki bu günə qədərini görürdü. Hətta bir maraqlı bir ifadə eşitdim. Bundan bağlı çox xoşum gəldi. Deyir ki, İmam Zaman bayaq işarə elədi, zuhur eləyəndə hədislərdə var ki, o dünyanın bir yerində durub danışacaq, özünü belə təqdim eləyəcək. Sadəcə belə, bütün dünya izləyir, təsəvvür eləyin və imam çıxır, deyir ki, Ənə ibnül Hüseyn, mən Hüseynin oğluyam. Vəssalam. Hər kəs biləcək ki, söhbət nədən gedir? Çünki o qədər populyardır artıq, o qədər hər kəs bilir ki, İmam Hüseyn kimdir, nə iş görüb, məqsədi nə olub, necə olub. O təqdimat üçün özünü bircə bu kəlmə ki, mən Hüseynin oğluyam, bu kifayət eləyəcək. Doğrudan da onu göstərir ki, Bismillah eləyib bu hərəkata başlamaqla. Bunları qeyd etmək istədim. Sizin sualınıza gəlincə, Kərbəla hadisələrindən bir insan kimi, bir mütəxəssis kimi, bir inanclı kimi, bir bəndə kimi o qədər böyük söhbətlər var, o qədər, mən həmişə deyirəm, məsələn, bu piramidalar var da, Misir piramidalarını araşdıran maraqlıdır ki, müxtəlif ölkələrin, fərqli ölkələrin alimləri var. Məsələn, Amerika alimləri bir ayrıca qrupda araşdırır, Fransa alimləri bir ayrı qrupdur, hərəsi də metodikaları fərqlidir, araşdırma texnikaları fərqlidir. Düşünürəm ki, Kərbəla hadisəsi bir abidə kimi araşdırılmalıdır. Müxtəlif kontekstlərdən, müxtəlif tərəflərdən baxılaraq araşdırılmalıdır. Mənə bir mütəxəssis kimi diqqətimi çəkən çox məqam var. Xüsusilə bir şeyi qeyd eləmək istəyərdim və istəyərdim burada bir filmi təqdim eləyim. Senarist qardaşımız onu yaxşı bilir o filmi. 12 qəzəbli adam dünyanın master klasslarından da, indi də dərsliklərdə o yəni tədqiq olunur. Siz təsəvvür edin, bir rejissor gəlsin, Sidney adında məşhur rejissordur. Gəlsin bir otaqda belə bir yer düşünün. Elə buna məkanımıza da bənzər əslində filmin çəkildiyi. Bir otaqda 12 nəfərin dialoqun əsasında bir film çəkirsən, bir dəqiqə belə adam o filmdən yorulmur və izləyirsən orada. O film hansı cəhəti ilə mənə maraqlıdır? O cəhəti ilə maraqlıdır ki, deməli, sujet qısa olaraq belədir. Bir uşaq atalığını öldürməkdə günahlandırılır. Güya ki, bu atalığını öldürüb və bir komissiya təşkil olunur bir məktəbin idman zalında və bu komissiya hələsi müxtəlif sahələrdən gəliblər və bunlar sənədlərlə artıq tanış olublar ki, doğrudan mı bu uşaq öldürüb, öldürməyib? Bunlar sadəcə səs verməlidirlər ki, doğrudan da bu uşaq həbs olunsun, yoxsa həbs olunmasın. Bu uşaq bunu edib ya etməyib. Bunlar gəlirlər, rejissor da göstərir, biri öz sevdiyi ilə görüşə tələsir, biri ilə oğlu ilə görüşə, hərəsinin bir narahatlığı var, gəliblər. Səs vermə başlayır, hamı əlini qaldırır, bir nəfərdən başqa. Bir nəfər əlini qaldırmır. Maraqlı olan budur. Soruşurlar, sənin argumentin nədir? Sən bunun əleyhinəsəndir? Yox. Argumentidir, mənim argumentim yoxdur. Sadəcə mən düşünürəm ki, zaman qazanmaq istəyirəm də insan ömrü bu qədər asan da olmamalıdır. Bu qədər rahatlıqla biz belə deyək, çox maraqlı çəkilir o səhnəni və maraqlıdır ki, axıra yaxın yavaş-yavaş bir-bir dönür də insanlar. Argument çatışmazlığı var. Axırda da uşağın əleyhinə, yəni bu qatil deyil. Yəni qatil olduğu uşağın isbatlanmır. Halbuki rahatlıqla hökm verəcəklər.
bir nəfərin etirazı özdə elə bir qəribə etirazdır. Deyir ki, bu dəqiqə mənim arqumentim yoxdur, amma düşünürəm ki, biz düşünməliyik bu haqda. Doğru deyil, nəsə düz getmir, nəsə qaydasında deyil. Bir günlə, bayaq da işarə elədim, bir günlə bahar olar. Həqiqətən də bizim Azərbaycan şəhidləri də bəzən Mübariz İbrahimovun timsalında biz bunu görürük ki, bir günlə bahar olur. O məşhur misaldadır, bir günlə bahar olmaz. Deyir ki, mən eləyərəm olar, bir günlə də bahar olar. Bahar elə əslində bir günlə olar. Bu cəhəti ilə ki, imam ki, hamı belə eləyir, mən nə olacaq, necə olacaq, mənim etməyimlə nə olacaq, əksəriyyət bu haqda belə düşünür. Bununla bağlı çoxlu çağırışlar da var idi, deyənlər də vardı imama, etirazlar da var idi. Amma buna rəğmən imam dedi ki, yox, mən bilirəm nə iş görürəm və mən bu işi görməliyəm. Bu cəhəti ilə ki, doğruya söykənmək cəhəti ilə Kərbəla hadisələri bugün mənim üçün çox böyük örnəkdir. Baxın, doğruya söykənmək. Bütün dünya belə deyir. Bu doğrudur ya doğru deyil. Doğrudursa mən ona söykənirəm. Bu tərəfi ilə həqiqətən həmişə məni Kərbəla heyrətləndirir ki, insanlar öz doğrularına söykəndilər, Allah dedilər və dayandılar bunun üstündə. Çox möhtəşəm, ali. Mən yenə də Sevinç xanımla davam etmək istərdim. Həzrət İmam Hüseynin Kərbəlası ilə tanışlıq və yaxud elə imamın öz şəxsiyyəti ilə tanışlıq insan həyatında mütləq dəyişiklik etməlidir. İnsanı valeh edir. Bu vaxta qədər də saysız, hesabsız minlərlə, yüz minlər, milyonlarla insanı valeh edə bilib bu hekayə, bu reallıq, bu real hekayə və düşünürəm ki, sizin də həyatınızda hər hansı bir dəyişikliyə yol verib, yol açıb və onu bilmək istərdik. Təsir qoyub sizin həyatınızda İmam Hüseynlə tanışlığınız. Mənim ümumiyyətcə belə deyim də bu yaradanı sevmək bir başqa, amma dinlə bağlılıq o tam fərqli aspektlərdir. Bu yol 2019-cu ildə başladı hac ziyarəti ilə. Yəni ki, ona qədər də mən həyatımda Mir Mövsüm ağa ziyarətindən başqa heç bir ziyarətə getməmişdim. Rəhmətli atamla yəni həmişə oranı ziyarət edirdik. O da belə deyim, Allahlı olmayaraq da, yəni mən səmimi deyim ki, mən bilirdim ki, seyiddir, orada bir ağır bir şəxsiyyət yatır. 2019-da qəfil həc və mən çox belə deyim, çalışdım ki, o ziyarətə getməmək üçün bəhanələr gətirim. Çünki özümü ona hazır bilmirdim. Yəni mənə görə o çox böyük bir məsuliyyət idi. Yenicə namaz qılmağa başlamışdım və ümumiyyətcə bütün o işin ağırlığını bilmirdim. Amma həmişə içimdə qəribə bir bağ var idi. Yəni yaradanla, yəni həmişə nəsə axtarırdım. 2019-cu ildə mən o hac ziyarətində olanda ki, ilk dəfə ki, Kəbə evi ilə mən rastlaşdım və Ərəfə günü, Ərəfə dağında çox qəribə bir transformasiya baş verdi mənim içimdə. Mən ora gedəndə həyatda çox bütün arzularını demək olar ki, həyata keçirmiş biri kimi getmişdim. Amma həmişə o sual var idi ki, bir nəsə çatmır. Orada mən o sualı tapdım. Orada sanki yaradan mənə icazə verdi ki, mən onun sarayına yaxınlaşım. Amma içinə girdim, o hər sarayda bir möcüzəli otaq olur, ən ağır, ən belə ləlcəvahirət qorunan. Yəni hiss eləyirdim ki, bu gəldim həc ziyarətinə sonra, amma nəsə hələ tam o deyil də. 2019-dan sonra Qüdsə də getdim. Yəni axtarırdım da, sanki açılıb, amma elə bil ki, o əsl məni, əsl o duymaq istədiyim sevgini və inanırsınız 2024-də ki, mən Kərbəlaya gəldim. O da yenə deyim, o da bir test idi mənim üçün. Yəni ki, mən eşidirdim Kərbəla, amma yəni içdən onu yaşamamışdım. Kərbəla ziyarətinə gəldim. Mən artıq avtobusda eşidəndə bu sizin indi danışdıqlarınızı ki, xanım Zeynəb bu boyda faciədən sonra Yezidin sarayında ona sual verirlər və o da deyir ki, mən orada gözəllikdən başqa bir şey görmədim. Mən də öz-özümə sual verdim ki, yəni bu nəsə başqa bir qüvvədir. Bu bizim düşündüyümüz kimi bir şey deyil. Bu boyda
faciənin içində bir xanım o gücü tapıb deyə bilirsə ki, mən orada gözəllikdən başqa, demək ki, bunların hər biri adi bəndələr deyil, bunlar çox dərindir, bunları başqa cür hiss etmək, araşdırmaq və bir də hardasa utancda başladım keçirtməyə ki, mən bu qədər peyğəmbəri sevdiyim halda mən indiyənə qədər onun ailəsininlə baş verənləri niyə bu qədər dərindən bilməmişəm və öyrənməmişəm. Və elə inanırsınız o yolu danışdıqca və bir də paralel də nə idi ki, məsələn, həmən o avtobusda bəzi xanımlar tutalım deyirdi ki, məsələn, bura belədir. Nəsə xırdan, yəni o yolda biz gedirik avtobusda, nələrisə mənfiləri görürük. Mən o anda məndə bir sual doğurdu ki, bax sən gedirsən o qapıya, bu insanları ziyarət eləməyə, sən gedirsən Həzrət Əlinin hərəminə, sən gedirsən İmam Hüseynin hərəminə, bəs sən özün onlara layiqsən, sən onların elədiyinin heç olmasa 1%-ni eləmisən həyatda, sən onlar kimi düşünürsən, sən onlar kimi ola bilərsən və bilirsiniz, elə bil ki, o suallar çox belə qəribə. Mən hərəmə girəndə, İmam Hüseynin hərəminə Kərbəlada, mən ilk o zirehə yaxınlaşanda biraz orada o qalabalıq olur da, siz görmüsünüz yəqin, o xanımlar. Mən ilk içimdən səmimi o gəldi ki, mən ondan üzr istədim. Çünki mən başa düşdüm ki, onun o getdiyi bütün o yol, yəni mən onu elə hiss elədim və həmən an orada gördüyüm o səhnə, onlar üst-üstə düşmür sanki. Yəni ki, o başqa bir iş üçün, o başqa bir meyarlar üçün şəhid olub və maalesef ki, hələ də biz tam onu dərk eləyə bilmirik və biz sanki ona o haqqını verməmişik. Ona görə oradan gələndən sonra mən sizə tam səmimi deyim, mən hər şeyə zaten hacdan sonra başlamışdı. Mən inanırsınız, hər şeyi belə deyim də tamam ora qədər ki, dövrə qədər bir sonra Kərbəladan sonra mən başa düşdüm ki, yəni ki, o kamil insan deyəndə doğrudan da bizim üçün onlar böyük bir nümunə qoyub gediblər. Sadəcə bir balaca ora diqqət eləmək lazımdır. Bəyin dediyi kimi ki, o teleskopla biraz ona diqqətlə baxmaq. Bir də bilirsiniz, mən uşaqlıqdan paralellər aparmağı çox xoş duyuram da. Mən uşaq idim, evdə tez-tez məsələn, cəsarət haqqında danışanda deyirdilər, tutalım, Ernesto Che Guevara, Martin Luther King'i misal çəkirdilər. Mən bir anlığa oturdum, fikirləşdim ki, yaxşı, bəli, biz Ernesto Che Guevara'nı sevmişik. Mən Argentinalıyam, yox. Nə də ki, mən Kubanın azadlıq hərəkatında iştirak eləməmişəm. Mən Che Guevara'nı nəyi sevmişdim? Əqidəsini, cəsarətini. Martin Luther King'i biz niyə görə sevmişdik? Onun əqidəsini. Bəs mənim İslam tarixində Hüseyn ibn Əli kimi bir şəxsiyyət olub. Mən niyə onu sevməməliyəm? Və paraleldə hamısından üstün bu insan, yəni ki, hər şeyini, bizdə onun o səhnə orada danışırlar ki, o səhər o Kərbəlaya gülərək. Biz onları düşündükcə başa düşürsən ki, onlara heç, nə bilim, bizə bəlkə də yaxınlaşırıq belə addım, amma hələ o deyilik. Mən niyə onu sevməməliyəm? Mən niyə məsələn öz oğluma, niyə onu misal çəkməməliyəm? Mən niyə hardasa axtarmalıyam? Bəli, Allah mənə lütf eləyib, mən bu dünyaya müsəlman kimi gəlmişəm. Bu mənim İslamımın tarixidir. Mən o cür İslamda şəxsiyyətim ola-ola, mən niyə başqasını, bəli, hamısını, bütün əqidə uğrunda cəsarətli insanların hamısını biz sevirik. Amma var da bu. Niyə mən onu sevməməliyəm? Və mən həmişə, bəlkə ola bilər düz anlamazlar, mən həmişə deyirəm, bəlkə də mən müsəlman kimi dünyaya gəlməsəydim, başqa Fransada dünyaya gəlsəydim, mən yenə Hüseyn ibn Əlini sevəcəkdim. O da bəlkə İslam tarixində olmasaydı başqa, mən o yenə də, çünki onlar, siz baxın onların sözlərinə, deyir, hələ də gec deyil. Yəni, övladını qətlə yetiriblər, o 6 aylıq uşağı. Bu, insan görün nə qədər bunda mən yoxdur, bu nə qədər başqa bir
necə desəm, leveldadır da indiki sözlə desəm. Bir sözlə də onları tanıdıqca, onlara yaxınlaşdıqca mən başa düşdüm ki, biz nə qədər geridəyik. Mən öz timsalımda deyə bilərəm. Yəni özümə şamil eləyirəm ki, mən nə qədər çox şeyləri həyatda düz başa düşməmişəm, nə qədər bəzən çox şeyləri görməmişəm, nə qədər onun ərəfə duasını mən oxuyanda mən sizə tam açıq deyim. Məsələn, o Martin Luther Kingin məşhur Lincoln memorialının qarşısında 250 minlik izdihamın qabağında çıxışı var da. O mənim bir arzum var. I have a dreams. O kamil cəmiyyət haqqında danışır. Mən İmam Hüseynin ərəfə duasını oxuyanda paralel aparırdım ki, bu insan, kamil insan necə olmalıdır? Kamil cəmiyyəti kamil insanlar yaradır da. Biz elə zaten bu insan bizə hər şeyi qoyub da. Bax o duanı, o ərəfə duasını oxuyanda görürsən ki, orada hər şey var. Adi bir söz deyir ki, mənə icazə vermə ki, mən mənə olunan yaxşılıqları unudum. Bu fikir verin indiki. Yəni bu dəqiqə hamı hər şeyi unudur. Yaxşılıq nədir? Hər şeyi. Bu görün hər şeyi qoyub da bir-bir ona sadəcə biraz diqqətlə baxma. Mən hərdən düşünürəm ki, indiki dövr olsaydı bu imkanlar, məsələn kameralar, onun o ərəfə duasını çəkib, o bir necə sizə deyim, onun o müraciətini, onun o bilirsiniz necə manifest olardı. O çox belə, siz adam onu oxuyur, səndə başqa bir hisslər yaranır. Mən belə də tam səmimi, mən olaraq da danışanda heç o emosiyalarımı gizlədə bilmirəm. Çünki yeganə münasibətdir ki, orada mən səmimiyəm. Orada olardı mənlə başqa üçüncü bir kəs yoxdur. Mən sadəcə onlar, belə deyim, o qədər sevmişəm onları. Mən Hüseyn İbn Əliyə aşiq olmuşam. Onun kişiliyinə, onun cəsarətinə, onun mərdliyinə və bilirsiniz, get-gedə adi həyatda da bəzi məsələləri görəndə ki, adi iki nəfər dostundur, cəsarəti çatmır ki, durub bir müdafiə eləsin ki, burada sən doğrusan. Mən belə şeyləri görəndə biraz da başa düşürəm ki, onlar tam başqa olublar və nə yaxşı ki, onlar olublar. Mən niyə Kərbəlanı belə tam ağlayaraq heç vaxtı hiss eləyə bilmirəm? Çünki mən hərdən düşünürəm ki, birdən mən 45 yaşında tanıdım da onları. Bəs birdən mən ona qədər köçərdim həyatdan və mən bu hissi yaşamadan gedərdim. Necə bu cür sevincdir bu. Yəni ki, bu boyda minnətdarlıq. Mən o qədər o elə bir eşqi orada yaşamışam. Yəni həqiqətən hər şey ola bilərdi. Ona görə Kərbəla böyük bir fəlsəfədir. Kərbəla mənə görə tək matəm deyil. Kərbəla böyük bir ideologiyadır. Kərbəla çox güclü kişilərin təcəssümüdür. Bizim üçün qoyulan nümunədir və biz çalışmalıyıq ki, hər zaman əgər biz o qapıya gediriksə, həmişə özümüzə sual verək ki, biz bugün sizin bu qapıya gəlməyə layiqik. Sizin bu elədiyiniz şücaətin qabağında bizlər neyniyirik? Və mən o Kərbəla ziyarətinə görə Yaradana, ona vəsilə olan hər kəsə içdən təşəkkür eləyirəm və bugün sizə də təşəkkür edirəm ki, siz bir şərait yaratdınız ki, mən bu hisslərimi danışa bilim. Çünki mən çox hər zaman arzu eləmişdim ki, Hüseyn İbn Əli, İmam Hüseyn haqqında, ona keçirdiyim o hisslərim haqqında, ona olduğum o, belə deyim, hörmətim, sayğım, yəni bəlkə də yeganə bir onlar qüvvədirlər ki, belə deyim, açıq, səmimi, pafızdan uzaq. Onlara görə ən kəskin addımlara mən gedə bilərəm. Yəni ki, onu mən hiss eləmişəm. Çünki onların özlərinə görə, o elədikləri əməllərə görə. Kərbəla mənim həyatımı tamamən dəyişdi. Mən bütün arzularımı dəyişdi. Və mən bugün də açığın sizə deyim, gördüyüm bütün işlərdə hədəfi qoyuram ki, artıq mənim bir nümunələrim var. Mən bilirəm mən nə istəyirəm, mən bilirəm mən nəyə doğru gedirəm və ona görə də çox xoşbəxtəm və çox minnətdaram Yaradana həqiqətən. Başqa Sevinç xanım, siz danışdıqca bizim sevimli aktrisamız, hörmətli xalq artistimiz Həmidə Ömərovanı xatırlatdınız bizə. Onun Kərbəla haqqında
bax belə çıxışı var, qəlbindən İzləyərəm süzülüb mən gələn onu. var. Bəli, Hə. qəlbindən süzülüb gələn sözləri var İmam Hüseyn haqqında. Onun nədənsə xatırıma gəldi. Ümumiyyətlə indiyə qədər bizim böyük kalifələrimiz, hətta mən buradan yada salmaq istərdim mərhum xalq artistimiz, muğam ustadı Hacı Baba Hüseynov. Onun gözəl bir beyti də var, şeiri də var ki, yetdin arzu kama çatdın, yəni Əbəlfəzin qəbrini ziyarət etdin, öp Əbəlfəzin qəbrin, belə bir misra da var, mən zehnimdə deyil. Yəni böyük sənətkarlarımız etiraf ediblər, Həzrət İmam Hüseynə və Kərbalaya öz eşqlərini etiraf ediblər, bu vaxta qədər deyiblər, danışıblar. Bu yaxında dünyasını dəyişən xalq artistimiz Rasim Balayev də İmam Hüseynə sevgisi ilə məşhur idi. Bunu demək istəyirəm ki, Hacı, sizə sualım olacaq. Bunu deyərdim ki, mən bu vaxta qədər əsrlərdir bizim böyük ədiblərimiz, elə bu proqramlarda da ədiblərimizdən danışılıb, böyük ədiblərimiz, böyük şəxsiyyətlər Avropadan, bütün dünyadan böyük şəxsiyyətlər İmam Hüseynə bağlılığını, sevgisini etiraf ediblər. Bax, belə bir gözəl sözlərlə danışıblar. Maraqlıdır. Dünyanın hər hansı bir dahi şəxsiyyəti haqqında nə qədər danışmaq olar? Bir neçə çıxış edəcəklər, bir neçə il çıxış edəcəklər və salam, unudulub gedəcək. Amma kimdir bu Həzrət Hüseyn? Kimdir bu Hüseyn ibn Əli ki, əsrlərdir böyük şəxsiyyətlər danışırlar sevgilərindən, yazırlar, bitmir yenə. Çox maraqlıdır bu. Bunun özü möcüzə deyilmi? Hacı, mənim sualım təbii ki başqadır. Mən Sevinç xanımın sözündən sonra, bu gözəl çıxışından sonra istədim bu məqama diqqət çəkim. İstəsəz əgər buna da münasibət bildirərsiniz. Amma bir sualım da var, sonuncu sualım da var sizə. Ümumiyyətlə günümüzdə də var. Bəzi fərdi və ya ictimai günah edənlər, xilaf işlər görənlərə irad bildirəndə deyir, mən eləməsəm başqası eləyəcək də. Kərbalada da biz bunu görürük. Kərbalada o xeymələri qarət edənlərə, məsələn, deyəndə ki, sən niyə bunu eləyirsən? Uşağın qulağından sırğasını niyə dartıb götürürsən də? Zalımcasına. Deyir, mən eləməsəm başqası eləyəcək onsuz da. 30 min burada qarətçilər var. 30 min nəfər gəlib bura qənimət üçün. Mən eləməsəm onsuz da eləyəcəklər digərləri. Bax, o vaxtdan, qədimdən bu günümüzə gəlib çatan bu naqis, nöqsanlı düşüncə ki var, yəni bu yanlış düşüncə tərzi, bununla necə mübarizə aparmaq olar? Yəni, siz deyə fikirləşirəm ki, elə o fikri səsləndirmək istəyirəm. Mən olmasam başqası edəcək zaten. Nə yaxşı olardı ki, deyəydilər ki, hələ mən olmasam Hüseynin yanında olsa başqaları olacaq və oldu da. Başqaları iştirak elədi. Bəli, o gedənlər dedilər. Yəni, o fikri o tərəfə yönətmək olardı. Amma insan belə bir varlıqdır ki, bəhanəni xoşdurmu deyək, özünü aldatsın. Bəzən elə bir aldanmağı da sevirmi deyək. Bəhanə niyə gətirir? Burada bir sual yarana bilər. İnsan üçün bir vicdan var. Vicdan axı içərdən hayqırır da ki, düz eləmirsən. Bir dəfə deyir, 2 dəfə deyir, 3 dəfə. Bu vicdanı istəyir insan bir sustursun. Orada başlayır bəhanələr yaratmağa, bəhanələr gətirməyə və sanki onu da sakitləşdirir. O evdə görmüsünüz, ana hərdən övlada deyir, bala düz eləmirsən. Övlad yenə də bildiyini 2 dəfə deyir, 3 dəfə deyir. 4-cü dəfə övlad bir bəhanə gətirir. Axırda ana baxır, deyir, hə, yaxşı. Bəzi məsələlərdə görsən, deyir, hə, yaxşı. Amma istəyirsin ki, sən düz eləmirsən də, yenə düz eləmirsən. Mən bu eynə ilə bir dəfə Quran-ı Kərimi araşdırırdım ki, insanın bəhanələri Quranda. Hələ bitirməmişəm. Birincidən bəhanə tapdım. Quran-ı Kərimdəki bəşər bəhanələr gətirir, Allah da onları qeyd edib. Yəni, bu insanı gətirdiyi bəhanələr. O bəhanələrdən biri budur ki, məsələn, deyirlər ki, insan niyə kömək eləmirsən başqasına? Deyir ki, lazım olsa da Allah eləyərdi da. Kömək eləyərdi Allah ona. Deməli, eləməyibsə, məsləhət deyil. Bəhanəyə bax,
Allah bu bəhanəni ayəyə çevirib. Deyir, bəşərin bəhanəsi. Bu elə bilir ki, ona kömək eləməyin bunun ehtiyacı yoxdur. O kömək olunandan daha çox kömək edənin o kömək etməyə ehtiyacı var. Çünki sənin ruhuvun ehtiyacıdır başqasına kömək eləmək, dərin ehtiyacıdır. Ona görə məsumların belə bir kəlməsi var. Bir nəfərə yaxşılıq eləsəz, ona təşəkkür edin. Bəli, düz dedim. Deyirsən, ona təşəkkür elə. Niyə? Çünki o şərait yaratdı, sən yaxşı iş gördün. O vəziyyəti sənə qapaş deyə, ona təşəkkür eləməyə deyə. Bu insanın bir bəhanəsi. Yəni, məsələn, Quranda ayədir, qiyamətdə bəhanə. Qiyamətin səhnəsində bəhanəyə bax. Deyir ki, ilahi, danışmağa da belə bir cürət tapıb orada. Deyir ki, onlar məni azdırdı, onlara 2 qat əzab ver. Sanki elə bir özünü çıxartmaq istəyir vəziyyətdən də. Allah deyir, bir dəqiqə sakit qal. Nikollin dayıf. Ona da 2 verəcəm sənə də. Ha, məsələn, lap dəyişdi Allah. Bu elə bir birlə bitəcək. Allah deyir, birlə bitmir. Sənə 2 əzabım var. Niyə ya Rəbbəl alim? Ona görə 2 əzab verirəm ki, həm azdı, həm azdırdı. Sənə də ona görə 2 verirəm ki, sən də o yola getdin. Bizdə bir də ki, yaxşılar səni çağırırdı, yaxşıları tənha qoydun. Bax, bu tərəfdən sən Hüseyin də çağırırdı. Həl min nasirin yansuruni, mənə kömək eləyən varmı deyirdi. Niyə kömək eləmədin ki? Yəni, hətta İmam Hüseyin o bəhanələrin qapısını bağladı Aşura günü. Dedi ki, gəlmək istəyirsiniz, gəlin, yenə də qapım açıqdır. Yenə Allahdan istəyirəm, Allah sizi bağışlasın. Doğrudan da İmam Hüseynin qapısına çatanda, Sevinç xanım demişkən, insan elə çatanda ilk qədəmini ora qoyanda, o zərhi görəndə insan öz acizliyini görür və başa düşür ki, bəhanə üçün yer yoxdur. Heç bir bəhanə gətir. Bəhanə qapısını İmam Hüseyin bağlayıb. Bəhanə qapısını İmam Hüseyin bağlayıb. Heç kəs bəhanə gətirənməz Aşuradan sonra. Heç bir şəkildə bəhanə gətirənməz. İmam Hüseyin bunu bacardı. İmam Hüseyin bunu etdi. O İmam Hüseynin əzəmətidir, böyüklüyüdür. Yəni, belə bir vəziyyətdə də belə yeri gəlsə İmam Hüseyin 100 dənə bəhanə gətirə bilərdi. Belə danışaq da, indi zaten İmam Hüseyin o sözün özündən çox böyükdür, haşa. Amma İmam Hüseyin bəhanələrin üstündən xətt çəkdi. Hamısının üstündən xətt çəkdi və gəldi. Gəldi Kərbəlaya yetişdi və sözündə dedi və indi deməkdədir. Nə istəyirsiniz eləyin, nə əlinizdən gəlir eləyin, dayanmayın. Belə danışırdı. Cürətə bax, cəsarətə bax. Bir var deyək ki, eləməyin də bu güncə nə etdirsə. Nə istəyirsiniz eləyin, amma bir şeyi unutmayın. Nə bizi tarixdən silə biləcəksiniz, nə Quranın üstündən xətt çəkə biləcəksiniz. Quran da yaşayacaq, biz də yaşayacaq. Bu Həzrət Zeynəbin sözüdür. Nə istəyirsiniz, amma eləyin. Bu sözü mən Quranda tapdım Nuhun kəlməsi kimi. Nuh Peyğəmbər üzünü tutur qarşı tərəfə, deyib, bir üstünə var. Nə istəyirsiniz eləyin, mənə də fürsət də verməyin heç. Fürsət verməyin mənə. Nə bacarırsınız eləyin. Bu sözü mən Quranın özü ilə də oxudum. Allah Teala Quran-ı Kərim haqqında buyurur ki, deyir ki, nə qədər gücünüz var, səfərbər eləyin, bu Quran kimisini gətirə bilirsinizsə gətirin. Nə? Hamınız birləşin. Gətirə bilməyəcəksiniz bu Quran kimi. Nuh da dedi, nə istəyirsiniz eləyin? Siz məni tarixdən siləməyəcəksiniz. Əksinə, o gəmidə qalanlar tarixə həkk olacaq. Və o gəmidə hərəkətə gəldi. Bismillah, həmən İmam Hüseyndən öncə Bismillahi məcraha və mursaha dedi. Bismillah, hərəkətə gəldi gəmi. Və hədisdə də var, biz əhl-i beytin misalı Nuhun gəmisi misalındadır. Yəni, o əhl-i beytin sevgisi ilə yaşayan insanlar, o gəminin içinə daxil olan insanlar nicat taparlar. Və İmam Hüseyinlə də bağlı bu söz keçib. İnnəl Hüseynə ərşdə yazılan kəlmədir. Ərşin sözünü yerdə deyirəm. İnnəl Hüseynə misbahul huda və səfinətun nicat. Həqiqətən Hüseyin çıraqdır. Pərviz mənim toxundu. Hüseyin çıraqdır. Çıraqdır bu mənada ki, gözümüzdən çəkir hicablar, insan həqiqətləri görür. Eyni zamanda səfinətun nicat, nicat gəmisidir. Bir alim deyirdi, nicat sahili deyil, nicat gəmisidir. Sahillə gəminin fərqi var, sahildə biraz özün əziyyət çəkib çıxmasın. Hüseyin özü gəlir. Hüseyin necə o gün gəldi Kərbəlaya, bu gün də gəlir bizlərə tərəf. Və o nicat gəmisidir.
Bütün bəhanələri də bağlayıb, həqiqətləri də şəffaflaşdırıb, yolu da göstərib və getmək istəyirsənsə buyur. Yetər ki, gəl. Düzü dünənləri mənim qabağımı kesmisən. Dünən Hür qabaq kesmişdi. Hür İmam Hüseynin qabağını kesmişdi. Dünən qabağımı kesmisən, amma gəlmişəm. Gəlmək istəyirsən, gəlmək istəyirsənsə gəl. Tuturam əlindən gedək. İmam Hüseyn bəhanə qapılarını bağlayır. Əslində orada olan hadisələr də onu simvol. Hər yerdən var kimlərsə qəribədir. Ömər Səədin qoşunundan da keçən var. Bəhanə qapısının bağlanmasıdır. Niyə belə bəhanə gətirir bəşər? Mən onsuz da eləməsəm eləyəcəklər də. Mən bu sırğanı bunun qulağından dartmasam da belə siz toxundunuz. Onsuz da kimsə götürəcək də. Sən hələ bu tərəfdə ol, dinən ki, mən olmasam da zaten Hüseyn yaşayacaq. Hələ qal Hüseynin yanında. Sən də Hüseyndən yaşa. Hüseynə qovuş yaşa, əbədiləş. Necə Hüseyn əleyhissalam əbədiləşdi. Bitmir, qurtarmır və qurtarmayacaq da. O bitməyəcək, qurtarmayacaq. Kim ki ona çatdı, kim ki ona qovuşdu, kim ki ona yetişdi, onlar da əbədiləşəcək. Hüseyn əleyhissalam belə bir şəxsiyyətdir. Allah bizi İmam Hüseyndən ayrı salmasın. Allah razı olsun hacı. Və yenə də Pərviz müəllimə sualımız var. Ümumiyyətlə Kərbəla hadisəsində hansı tarixi dialoqu ən təsirli hesab edirsiniz Pərviz müəllim? Əslində Kərbəla hadisəsində belə bir mövzular var ki, o mövzuda yazmaq çox asandır. Çünki yəni yazıcı, şair hara baxsa əlinə ədəbi bir material üçün mövzu gələcək. Amma bir o qədər də çətindir ki, hər şeydən mövzu var və çox da yazılıb. Sən necə yanaşacaqsan məsələyə? Yəni Füzuli Həqiqət Süədanı yazıb, sən necə bir mövqe seçəcəksən? O məni təsirləndirən sözlər var orada. Bayaq qeyd olundu Zeynəb xanım məsələsi ki, biz orada gözəllikdən başqa heç bir şey görmədik. Bunun dərinliyinə düşəndə mən çox ruhumu silkələyir. Bir haşiyə eləyim, bunu danışım bir pritça kimi. Bir gün bir nəfər Həzrəti Peyğəmbəri öldürmək istəyir müşriklərdən. Gəlir, girir çadırın içinə, indi o dövrdənsə görür, Peyğəmbəri axtarır. Qısa bir pritçadır, çox qısa. Girir belə və baxır, axtarmağa çalışır Peyğəmbəri və deyir, Muhammed hansınızdır? Və pritça bitir. Yəni, oturuşundan, davranışından, rəftarından, mövqeyindən qəti şəkildə seçmək olmur Peyğəmbər. Və islah olur. Bu cür çox qısa pritçalardan biri, əslində pritça deyil, mən onu hardan eşitmişdim, indi mənbəsini tam deyə bilmərəm. Bir mərsiyə oxunurmuş, mərsiyə belə başlayıb ki, Zeynəb xanım gəldi Yezidlə üz-üzə və ki, saxla mərsiyəni artıq. Yəni, bundan o tərəfə nə demək olar ki, kim kimin qarşısındadır? Amma yəni, o cür üzləşmədə belə mən orada gözəllikdən başqa bir şey görmədim məsələsi var. Mənim dialoqlardan çox biraz da əslində ssenaridə belə bir ssenarinin tərifi budur. Ssenari sənəti görüntü ilə danışılan hekayə sənətidir. Sən burada sözlərdən maksimum az istifadə eləyib əsas vizual təsvir yaratmalısan. Orada mən niyə görə həmişə İmam Səccadla bağlı belə yazmaq istəyirəm, qəribə bir, mənim içimdə çox qəribə bir belə elə ayaq basılmayan nöqtələrə toxunur da. Bizim o Kərbəla hadisəsində çadırda olur, xeymədə olur və xəstə olur. Mübarizəyə qoşula bilmir. Yəni bunu Hüseynin oğludur da bu və orada ola bilmir. Bu nə boyda bir stresli bir şəxsiyyət üçün, bir mərd bir insan üçün. Amma qırılma nöqtəsi nədir? O əslində bu özü ayrı bir ssenari modelidir, indi ona toxunmuram. İmamət üçün qalır o. Yəni əslində burada bir dəyişim nöqtəsi var da, imamətin İmam Səccata keçməyi. Məni ən çox təsirləndirən məqamlardan biri orada bir qurban məsələsi var.
deyir ki, biz Allah yolunda verdiyimiz qurbanları geri almırıq. Vəhəbin kimsə Vəhəbin anası deyir ki, düşmən oğlunun atır başını ona tərəf, o da deyir biz Allaha verdiyimiz qurbanları geri qaytarmırıq. Bunun üzərindən fikirləşib, yəni çox fundamental əsərlər yaratmaq olar. Və yaxud orada ən belə məni təəccübləndirən, oxuduqca belə heyrətləndirən bəzi hür obrazıdır, hür. Orada kino seçimlərin sənətidir, ədəbiyyat seçimlərdir, seçimlər. Və roman sənətində belə bir şey var ki, roman bizə nəyi öyrədir? Reaksiyalar palitrası təqdim eləyir bizə. Personaj bu cümləni deyir, yəni sən də o situasiyaya düşəndə bu cümləni deyə bilərsən, deməyə bilərsən. Sənə bir növ rəftarların bir kolleksiyasını təqdim eləyir də və insan o eksistensial sərhəd zonasıdır da, ölüm-dirimin meydanıdır və buradan gələn hər söz səmimiyyətdən başqa heç nəyə ehtiva eləmir. Çünki insan bayaq o boşboğaz məsələsi ki dediniz, ən səmimi məqam o qorxu məqamı, stres məqamı, döyüşmə. Bu eksistensial sərhəd zonasında deyilən sözlərdir də. O qurban məsələsi ora aiddir və orada Hürrün deyir, mən sanki cənnətlə cəhənnəm arasındayam. Bu bir qəhrəmanın seçimi üçün bundan yəni xalis iki yolun arasında dayanmışam, birini seçməliyəm. Bu bir personaj eləyən ən mühüm dialoq. Yəni dialoq kinoda o zaman istifadə olunur ki, sən dialoqsuz keçinə bilmirsən. Yəni orada israf, yəni belə bir şey var da, yəni ədəbiyyatda iqtisadiyyat önəmlidir. Sən nə qədər az sözlə çox rəsm çəkməlisən, xüsusən ssenaridə. Bu Hürrün bir cümlə ilə artıq böyük bir mənzərəni yaratmağı. Sonra mən həmişə, əslində müasir dünyada indi İlqar mənim təsdiqləyər, neyrobilimlər, psixoloqlar gəlib deyirlər, ümumiyyətlə bu simulyasiya nəzəriyyəsi ki, meydon ki, ümumiyyətlə həyatın özü bir yuxudurmu, həyat yuxudurmu, reallıqdırmı? Həzrət Əlidən də misallar gətirmək, o yuxu teması ilə bağlı. İmamın səhv eləmirəmsə, qardaşı Hənəfiyyəyə yazdığı məktubda, son məktubdur. Deyir, sanki dünya olmayıb və hər zaman axirət olub. Sanki dünya heç olmayıb və hər zaman axirət olub vəssal. Bunu yəni yuxu və reallıq, həyat, bütün məşəqqətlərin üzərindən keçmək cəhdi, bunların hamısını açanda insan sadəcə belə silkələnir də. Və orada 72 nəfərin o şəhadət məsələsi və onların özünün həyatını götürüb, belə bu yaxınlarda ağlıma gəlir ki, onların həyatının özünün hər birisi bir roman mövzusudur da, ora gəlib çatma mərhələsi. O bir film var idi, onun bir mesajı var idi, çox xoşum gəldi. Bayaq Sevinç xanım danışanda onun öz həyat hekayəsindən öyle ağlıma o gəldi. Dünyada nə qədər insan varsa, o qədər Allaha gedən yol var. Yəni o yollar hər biri bir vasitə ilə Allaha gətirir insanı. Yəni bu baxımdan oradakı o ifadələr, sözlər, xüsusən məsəl üçün İmam Hüseynin xatırlatma missiyası deyir. Mən Peyğəmbərin qızının oğluyam. Bu ifadə var orada. Yəni bundan açıq nəyi bəyan edeyim sizə? Əslində orada o yaxşılıq, pislik məsələsi deyil ki, o bugünün nümunəsidir də, bilincli və bilinçsiz, şuurlu və şuursuz davranışlar var. Əgər yəni əlində imamın başı, sən deyirsən ki, saxla bunu, mən gedim namaz qılım, yəni bundan o tərəfə şuursuz davranış ola bilməz. Bu baxımdan ibrət alınası məsələdir Kərbəla. Yəni bu baxımdan dialoqlar deyirsiniz, yəni çoxdur, hadisələr çoxdur ki, orada insanı belə bərk təsirləndirən. Kərbəladan sonraki hadisələr çox mənə elə gəlir araşdırılmalı məsələlərdir. Xüsusən İmam Səccadgilin o qaldığı, o üstü açıq o yer ki var, orada müəyyən hadisələr baş verib, oradakı dialoqlar, İmam Səccadın özünü bəyan etməsi, Zeynəb xanımın özünü bəyan etməsi, bunlar çox ağırlı faktorlardır. O baxımdan Kərbəla hadisəsi istər kino üçün, istər ədəbiyyat üçün, istər hər bir sahə üçün tədqiq olunmalıdır. Sözünüzə qüvvət olaraq birində əlavə edeyim o dialoqlardan. Qasim İbn Həsənin, Həzrəti Qasimin 13 yaşlı uşağın o ölümü necə gördüyünü, ölümü anlatması, əmisi ona Həzrəti İmam Hüseyin soruşur, ölüm sənin nəzərində nədir və onun cavabı düşünürəm ki, böyük bir
seriala bərabər, yəni serial yaratmaq olar. Kaş ki onun haqqında film çəkilərdi. O dialoq da diqqət çəkəndir, düşünürəm, təsdiq edərsiniz siz də. Mən sizə minnətdaram hər birinizə gəldiyiniz üçün, var olasınız. Təşəkkür edirəm sizə. Çox qiymətli sözlər buyurdunuz. Mən düşünürəm bunlar bir arxivdir. Arxivdə yer alacaq. İnsanlar hər izlədikcə həm sizə təşəkkür edəcəklər, həm qəlbləri İmam Hüseyn eşqi ilə dolacaq, aşıb daşacaq. Mən buna əminəm. Və bu proqramı bu dəqiqə izləyənlər mənə də təsdiq edərlər ki, belə sözlər insanın qəlbini doldurur. Həzrət İmam Hüseynin sevgisi ilə, eşqi ilə doldurur. Minnətdaram sizə, elə izləyicilər adından hər birinizə var olasınız. Əziz və möhtərəm izləyicilər, Allah sizi, bizi Həzrət İmam Hüseyn və onun yolundan ayrı salmasın. Görüşərik.